Salam dövlət qulluqçuları və dövlət qulluğuna hazırlaşan namizədlər. Bugün biz sizə növbəti sınağın izahını verəcəyik. Elə bir akademiya tərəfindən təşkil edilmiş may imtahanı üçün nəzərdə tutulmuş sınaqdır. Və bu sınağımız bütün kateqoriyaya aid edir. Həm BB, həm BA və həm AC kateqoriyalar üzrə. Sınaqda iştirak edən hər bir şəxsə uğurlar arzulayıram. Mən bugün sizə qanunvericiliyə bağlı testlərin izahını verəcəm. Hansının düz, hansının səhv, necə olması barəsində deyəcəm. Və bir şey xatırlatma edirəm ki, burada qapalı suallar BB, BA, AC üzrə demək olar ki, hamısı eynidir. Olsun ki, mən BA və AC-də onun izahını eləməsəm, videonu əvvələ qaytarsaz, tam şəkildə izahını görəcəksiniz. Başlayalım. 16-cı sual təbii ehtiyatlar. Konstitusiya əsasən təbii ehtiyatlar hər hansı fiziki və hüquqi şəxslərin hüquq və mənafə xərər gətirmədən kimə mənsubdur? Azərbaycan Respublikasına. Cavab B variantı. Bir də növbəti sualımıza Azərbaycan Konstitusiyasına əsasən aşağıdakıların hansı yanlışdır? Burada düzgün cavab C variantıdır. Niyə görə C variantı? Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Milli Məclisinə prezident tərəfindən təqdim edilir və konstitusiya qanunlar müəyyən edir. İki, konstitusiya qanunu təsdiq edir. Sizi çaşdıran nə ola bilər? Bütün variantlarda müəyyən edir, müəyyən edir, müəyyən edir yazır. Bir dənə burada müəyyən edir yox, təsdiq edilməsiz qoyulmalı. Və düzgün cavabdır ki, C variantı. Növbəti suala keçək. 18-ci keçək. Konstitusiya əsasən mülkiyyət hüququ, o zaman xüsusi mülkiyyət hüququ nə ilə qorunur? Qanunla. Ümumiyyətlə qorunur görən zaman siz qanunu götürün. Misal üçün prezident şərəf və ləyaqət nə ilə qorunur? Qanunla. Əqli mülkiyyət hüququ nə ilə qorunur? Qanunla. Bir dənə orada konstitusiyada şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunurdu. Digər suala keçək. Konstitusiya əsasən əmək hüququna aiddir. Burada cavab D variantıdır. Dövlət işsizin aradan qaldırılması bütün imkanlardan istifadə edir. Deməli, A variantı fərdi və kollektiv əmək mübahisələri qanunla vermiş qədər həll olunurdu. Çox zaman burada əməyi bu əməklə çaşdırırsınız. Amma buradakı olan bu cümlə tətil hüququna aiddir. Sonra B variantına baxın, əmək müqaviləsi yenə əmək sözü yazılıbdır, amma əməyə aid deyil. Əmək müqaviləsi işləyənlər qanun müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan işin olmalıdır. İstirahət və bayram günləri olmalıdır. İldə azı bir dəfə 21 gündən az olmayan ödənişli məcburiyyət verilməsi təmin edildi. Bu isə istirahət hüququna aiddir. Və C variantı. Hər kəsin əmək qabiliyyətini itirdiyinə görə sosial təminat hüququna malikdir. Yenə əmək sözünü görüb çaşdırmayın. Bu isə sosial təminat hüququna aiddir. Amma burada əmək sözü yazılmasa belə bu əmək hüququna aiddir. Çaşdırıcı testdir. Növbəti suala keçək ki, konstitusiya əsasən təqsir prezumpsiyasına aid deyil. Düzgün cavab D variantıdır. Məhkəmənin hökmü ilə olmalıdır. Qanuni qüvvə vermiş hökm yox. Bu sual dəfələrlə imtahanlara düşmüş sualdır. Növbəti testə keçək ki, konstitusiya əsasən Milli Məclisin deputatları hansı seçki sistemi əslində seçilir? Majoritar seçki sistemi olur. Amma ümumi bərabər birbaşa seçki hüququdur. Ehtiyatda olun. Bizdən seçki sistemi tələb edilibdir. Digər suala keçək. Konstitusiya əsasən Milli Məclisin həll etdiyi məsələlərə aid deyil. Biraz çətin sualdır. Bu da imtahanların birinə düşmüş sualdır. Deməli, A variantıdır. Azərbaycan dövlətlərarası və Azərbaycan qanunlarının fərqli qaydalarına nəzərdə tutan beynəlxalq müqavilə hökumətlərarası müqavilələrin təsdiqi və ləğv məsələsidir. Düzgün cavab A variantı. Asan suallardan biri konstitusiya əsasən prezident neçə il müddətə seçilir? Düzgün cavab B variantı 7 il müddətə seçiləcəkdir. Digər suala keçək. Konstitusiya əsasən aşağıda hansı yanlışdır? Burada düzgün cavab C variantı biraz çətin sual tipinə daxildir. Təcili elan olunan qanun yox, qanun layihəsi prezidentə imzalamaq üçün qəbul 24 saatlara təqdim edilir. Digərləri düzdür. A variantı qanun və qərar layihələri əsaslandırmalı və qəbul edilməsi məqsədləri göstərməlidir. B variantı qanunlar qəbul edildiyi gündən 14 gün müddət ərzində Azərbaycan prezidenti imzalamasını təqdim edilir. Düzgün cavabdır. D variantı qanun və Azərbaycan Respublikasının Milli Məclisin qərarının özündə başqa qaydalar yazılmışsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Tamamilə doğru fikirdir. Keçən digər sualda konstitusiya əsasən Konstitusiya Məhkəməsinin hakimləri necə təyin edir? Bu da rahat sualdır. Düzgün cavab D variantı. Prezidentin təqdimatı əslində Milli Məclis tərəfindən və Milli Məclisin həll etdiyi məsələdir. Qərarla qəbul olunur. Xatırlatma verin və 60 hissəsi təyin olunurlar. Növbəti sual keçək. Konstitusiya əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə kim etimad edir? Əlbəttə ki, Ali Məclis. Azərbaycan Respublikasında Nazirlər Kabinetinə Milli Məclisdir, Naxçıvanda isə Ali Məclisdir. Digər suala keçək.
Qanunsuz əsasən bələdiyyənin müstəqilliyin təminatı ilə bağlı yanlışdır. Və axır vaxtlar 2025-ci ildən etibarən yanvar ayından daha çox suallar maddələrin başlığını qoyub içindən suallar verir. O da ki, oxuyan zaman siz maddənin başlığını oxumadan bəzi keçirsiniz maddənin içərisinə. Xeyr, maddənin başlığını bilin ki, daha rahat olsun. Çünki bu 2025-ci ildən artıq bu tərzdə suallar gəlir. Burada cavab, düzgün cavab A variantıdır, yanlış olan. Və də öz sahiblərinin müstəqilliyi, Azərbaycan dövlətinin müstəqilliyi yox, suverenliyinə xələl gətirə bilməz. Ona görə ehtiyatlı olun. Qanunsuz cavablar düzdür. Dövlət bələdiyyə fəaliyyəti nəzarət edir. Qanuna məmiş hallarda və qaydada bələdiyyə öz fəaliyyətləri barəsində Milli Məclis hesabat təqdim edir. Düzdür. Bələdiyyə məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarlarına, yararlı xərclərin ödəməsinə təminat verilir. Düzgün cavabdır. Növbəti suala keçək ki, dövlət quluna bağlı qanuna əsasən yanlış olanlar hansılardır? Burada əsas anlayışlarla bağlı olan suallardan qoyulubdur. Bəzən olur ki, əsas anlayışlar böyük olduğuna görə çox adam onu oxumur, amma lazımdır. Düzgün cavab A variantıdır. Burada yaradılan struktur qurum olmalıdır, qurum yox. Qalan hər biri düzgün variantdır. Keçən digər bir sualımıza, dövlət qulluğunun qanuna əsasən inzibati vəzifə ikinci və üçüncü təsdiqatsa ən aşağı ixtisas dərəcəsi. Bunu da həmişə tələbələrə qeyd edirik ki, və sizlər də daha yaxşı olar ki, imtahanda yazasınız, ixtisas dərəcəsi qarşınızda olsa daha yaxşı ola bilər. İkincinin və üçüncünün ən kiçik ixtisasları. Birinci başda ikinci dərəcə dövlət müşavirinə, sonra üçüncü dərəcə dövlət müşavir, sonra gəlir dövlətin baş müşavir. Odur ki, bu variantdır. Üçdə də başlayır baş müşavir, müşavir, dövlətin müşaviri və kiçik müşavir. Odur ki, düzgün cavab D variantı. Növbəti sual ki, Dövlət Qulluq Qanununa əsasən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi kimi qəbul olmuş şəxsə ilk olaraq hansı ixtisas dərəcəsi verir? İlk öncə Bakı Ağır Cinayətlər Məhkəməsi neçənci kateqoriya dövlət orqanıdır? Bu üçüncü kateqoriyadır. Hakim köməkçisi 6-cı təsdifatdır. Bunu tapmaq üçün yenə deyim ki, mənim bir dənə videom var YouTube-da təsnifat Samir Dəmirov yazsanız gələcək ki, orada rahatlıqla onu tapmaq olmanın yolları göstərilir. Və o şəxsə də altın təsnifat düşən zaman birinci olaraq üçüncü dərəcə dövlət qulusu verilir. Çox adam gedib birinci dərəcə dövlət qulusu deyir. Amma həmin təsnifatın birincisi demir. Həmin təsnifat birinci olaraq, ilk olaraq hansı verilirsə, biz bunu axırıncını götürəcəyik. 31-ci sual keçək. Dövlət qulu haqqında qanuna əsasən audiovizual şou neçənci kateqoriya dövlət orqanıdır? İkinci kateqoriya dövlət orqanıdır. Əvvəllə bu Milli Televiziya Radio Şurası idi, indi isə audiovizual şura gedir. Digər sual, dövlət qulu haqqında qanuna əsasən hansı yanlış olacaqdır? Demək, burada yanlış cavab D variantıdır. Biraz çətin sualdır. Dövlət qulluq xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi fəaliyyətin qiymətləndirilməsi barədə sənəd rəsmiləşdirir. Xeyr, xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənəd rəsmiləşdiriləcəkdir. Növbəti sual. Dövlət qulluq haqqında qanuna əsasən dövlət qulluğunun şərtlərinə aid deyil, yenə də başlığından qoyulan bir sualdır. Və burada düzgün cavab C variantıdır. Yəni ki, yanlış cavabı biz tapırıq da belə deyək. Qulluq üçün zəruri olduqda dövlət orqan rəhbəri müstəsna hallarda üç vaxtını ayda vəzifədə 6 saata qədər arta bilər. Xeyr, 5 saata qədər artıla bilər. Burada 5 saatdır. Növbəti sual keçək ki, dövlət qulluq haqqında qanuna əsasən dövlət qulluqçunun əsas hüquqlarına aid deyil. Yenə burada söz oyunu olmuş sualdır. Müvafiq orqan məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etməsi məsələsidir. Digər cavablarda isə hər biri düzgün cavabdır. Heç bir söz falan oynanılmamışdır. 35-ci sual. Dövlət qulu haqqında qanuna əsasən Dövlət Qulunun İdarəetmə Şurası neçə nəfər üzvdən ibarətdir? Rahat sualdır. 18 nəfər üzvdən ibarətdir. 6-cı prezident vəsait təyindir. 6-cı Milli Məclis sədri vəsait təyindir. 6-cı Konstitusiya Məhkəməsi sədri vəsait təyindir. Digər sual keçək. Dövlət qulu haqqında qanuna əsasən ali 3-cü, yəni ali 1-2-cü təsdiqatda vəzifələrdə qulluq keçən dövlət qulusunun dövlət qulluq olma müddəti kimin razılaşmasında uzada bilər? Müvafiq dövlət orqanı rəhbərinin. Yəni 65 yaş çatdıqdan sonra hər dəfə bir il uzadılır. Bu 70 yaşdır. Amma 70 yaşdan sonra ali 1, 2, 3-cü təsdiqat üçün uzadıla bilər. Bu isə müvafiq dövlət orqanının qərarəsini uzadır, razılaşmasını uzada bilər. Növbəti məsələ keçək ki, və burada da situasiya tipi sualdır. Müsabiqədə müvəqqəti keçərək A və B namizədlər vakant dövlət qulu vəsait təyinləmək üçün 5 iş gün ərzində dövlət orqanı rəhbərinə təqdim olunurlar. Dövlət orqanı rəhbəri müsabiqə nəticələri bərabər olduğuna görə B-nin xaric dil bilməsini və ali təhsil müəssisəsində fərqlənmə ilə bitirməsini əsasıyla onu vakant dövlət qulu vəsaiti təyindir. A isə ali təhsil populyasyasını daha yüksək səviyyədə bitirdiyinə görə
onun vakant vəsait təyin edilməli olmasını məhkəmə şikayət edir. Şikayət edir ki, bəs mən vəsait təyin olunmalı. Dövlət qulu haqqında Azərbaycan Respublikasının qanunu əsasən verilmiş siyasətlə bağlı doğru müddəaları müəyyən edir. Burada dövlət orqanının qərarının dövlət orqanı rəhbərinin qərarı yanlışdır. Alın təhsil daha yüksək bitirdiyinə görə onu üstün verilməli. Bəli, birinci onu üstün verir. Ondan sonra digər məsələdə isə bax bu məsələ olacaqdır. Digər testə keçək. Etikdən keçirik ki, dövlət qulu etik davranış qaydaları haqqında qanuna əsasən maddi və sərf nemətlər, imtiyazlar, güzəştlərin əldə edilməsinin yol verilməsinə aiddir. Yenə baxın, maddə ilə bağlı. Görürsünüz, artıq üçüncü sualdır, bəlkə dördüncü sualdır ki, maddənin başlığını verib içindən oldular. Burada isə düzgün cavab D variantıdır. Heç bir söz oyunu falan yoxdur. Bu başqa bir maddədir. Bu üçü A və B, C variantları maddi və qeyri-maddi nemətlər, imtiyaz, güzəştlərin əldə edilməsi yol verilməməsinə aiddir. D variantı isə ona aidiyyəti yoxdur. Dövlət qulunun qanunsuz maddi və qeyri-maddi imtiyazlar, güzəştlər təkmil halda imtina etmədə ona aidiyyəti yoxdur. Digər bir sual keçək. Dövlət qulluqçunun etik davranış qaydaları haqqında dövlət orqanı rəhbərinə aid deyil. Burada da A variantıdır. Etik davranış qaydalarının qarşısının pozulmasının qarşısını alması istiqamətlə profilaktikası üzrə olmalı. Bax, burada üzrə sözü yoxdur. Bundan ehtiyat. Üzrə olarsa rəhbərə aiddir. Növbəti suala keçək. Deməli, dövlət orqanında qulluq stajı görə əlavə haqqın məbləğinin müəyyənləşmə qaydasına əsasən qulluq stajı hesablanması həyata keçirilir. Onun qulluq keçdiyi dövlət orqanı tərəfindən hesablanılacaqdır. Növbəti suala keçək ki, etik davranış qaydaları haqqında qanuna əsasən doğru olanlar gedin. Bu, deməli, uşaqlar, İmtahana düşmüş sualdır. Burada bir balaca çətinlik məsələsi var. A və B ümumiyyətlə uyğun deyil. Qanuni göstəricilərin yerinə yetirilməsi intisam məsələsi səbəb olmur. Xeyr, intisam səbəb olur. A çıxarıldı. B. Dövlət qulusu bütün hallarda xidməti vəzifəsi icrası var. Fiziki şəxs və digər dövlət qulusu şəxsi həyat şərəf və ləyaqətlə bağlı konvensiya təmin etməlidir. Xeyr, bütün halların sözü yoxdur. A və B çıxarılır və C, D uyğun gəlir. Amma Dövlət İmtahan Mərkəzi burada dinin üzərində dayanmışdı. C-də yəni tam olmadığına görə qəbul eləməmişdi. D-də isə birbaşa deyirəm C də uyğun gəlir, amma Dövlət İmtahan Mərkəzi burada D testinin üzərində dayanmışdı ki, yuxarıda ona vermiş əmrin, sərəncamın, tapşırığın, qanununa və digər normativ zidd əmindirsə, bu barədə yazı əsasında ona təqdim edərək əmrin yazı şəkildə təsdiq olması tələb etməlidir. Yəni orada cümlə bu cür yazmışdı. Əmindirsə yazı əsaslandırmanı birbaşa yuxarı rəhbərinə təqdim edir. Birbaşa rəhbərinin yazı əsaslandırmasının təsdiq olunmasını tələb etməlidir. Və digər sual keçək ki, korrupsiya haqqında qanuna əsasən aşağıdakılardan hansı yanlışdır? Deməli, yenə deyim, bu təzə korrupsiya haqqında qanunda dəyişiklik var və təzədən də salınmış sualdır ki, hər il yanvar ayının 15-nə, mart 15-nə yox, aprel ayının 15-nə qədər olmalıdır. Ona görə bu yanlışdır. Sonra korrupsiya qanunu əsasən korrupsiya risklərinin müəyyən edilməsi, təhlil və qiymətləndirməsi, həyata keçirilən hansı məlumatlar nəzərə alınmır? Yəni orqanın fəaliyyətini tənzim edən hüquqlar yox, yəni burada olmalıdır. Hüquq hüquqlar məsələsi olmalıdır. Digər bizə keçək ki, yenə situasiya tipi sualdır. Arzu aptekdən zəruri dərmanlar alarkən dərman qutularının birində onun istifadəsi bağlı təlimatın yalnız ingilis dilində yazılan şahid olur. Arzu aldığı dərmanın geri qaytarı təlimatı əlavə mütləq şəkildə Azərbaycan dilində yazılmış izahat vərəqəsinin ona verilməsi tələb edir. Dövlət dili haqqında qanunsa arzunun tələbi. D variantında düzgün cavab burada D variantıdır. Çünki əsaslıdır. Çünki olmalıdır. Əsassızdır variantını avtomatik çıxırıq. A niyə yanlışdır? Azərbaycan ixal edən mallardan istifadə qədər izahat və xaricdə tərtib olunmalı deyildir. Yox, niyə? D variantı ixal edilən malların istifadə qaydaları barədə izahat vərəqələr başqa dildə adın dilinə müşahidə ilə tərcüməsi müşahidə olunmalı. Odur ki, D variantı. Vətəndaşların müraciət baxması haqqında qanuna əsasən telefon müraciət xidməti bu şifahi müraciətidir. Çox vaxtda tələbələr imtahanda telefonu görüb telefona atırlar, amma bunun telefona heç bir aidiyyəti deyil. Bu şifahi müraciət aidiyyəti var. Növbət tezə gedək. Yenə vətəndaşların müraciət baxması haqqında qanuna əsasən vətəndaşların müraciəti göstərməsən dövlət sirri haqqında qanuna uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara aid edildi. A variantı müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılması mümkünsüzlüyü barədə müraciət edən məlumat verəcək. Mümkünsüzlüyü barədə məlumat verəcəkdir. Növbəti testə keçək.
Konstitusiya Məhkəməsinin fərdi və hakimlərin statusu ilə müəyyən edilir. Burada da Konstitusiya Məhkəməsi haqqında Azərbaycan qanunu ilə müəyyən ediləcəkdir. Elektron imza və elektron sənəd haqqındakı qanuna əsasən burada nə məsələdir? Deməli, burada düzgün cavab A variantıdır. Deməli, doğru oxuyur. 1. Dövlət hakimiyyəti orqanları və yerli özündarlıq orqanları sahə üzrə akreditə mərkəzi xidmətində istifadə etməlidir. Düzgün cavabdır. 2. Niyə səhvdir? İmza yalnız bir imza mühakimə olur. Xeyr, bir neçə imza mühakimə ola bilər. Ona görə səhvdir. 3. Dövlət hakimiyyəti orqanları və yerli özündarlıq orqanları tərəfindən elektron istifadə edilən müvafiq icra hakimiyyəti orqanı tərəfindən. Düzdür. 4. Dövlət hakimiyyəti orqanları və yerli özündarlıq orqanlarının informasiya sistemində elektron sənəd mübadiləsi üçün ancaq güclənmiş imzadan və sertifikatlaşdırılmamış, amma sertifikatlaşdırılmamış, sertifikatlaşdırılmış imza vasitəsilə istifadə edir. Ona görə oxuyan zaman daha diqqətli oxuyun. Odur ki, yanlışdır. 4-ün yanlış olduğunu dedik. 5. İmza sahibi sertifikatı olmayan elektron imzadan istifadə edən qarşı tərəf xəbərdar etməlidir. Bəli. 1, 3, 5 və A variantı. Keçək digər testə. Elektron imza və elektron sənəd haqqındakı qanuna əsasən elektron sənəd hansı tərəfə cavab verməməlidir? Cavab B-dir. Daxili və xarici təqdimat formasına malik olmalı. Xeyr. Burada ümumi və xüsusi hissəyə malik olmalıdır. Bu ona aidiyət yoxdur. Və digər bir varianta keçəyiniz zəhmət olmasa, və burada nədən ibarət? Kargüzar uşaqlar. Deməli, ehtiyatlı olmaq lazımdır. İmtahanda bu tam vəzdə bu cür düşür. Dövlət orqanlarında, dövlət mülkiyyətində payın, səhmlərin nəzarət zərfi, dövlətə məxsusan hüquqi şəxslərə, büdcə təşkilatlarına, kargüzarın aparılmasına dair təlimata əsasən blankal fikirlərdən hansı yanır? Yəni bunu biz qısaca kargüzarlıq deyirik, amma siz şaşmayın da imtahanda bu cür düşsə bilin ki, söhbət kargüzarlıqdan gedir və burada yanlış hansıdır? Bu rahat testdir, B variantdır. 2 və daha artıq təşkilat adına hazırlanan sənəd blankda tərtib edilir. Xeyr, onlar blanksız tərtib ediləcək və həmin sənədlər təşkilat rəhbərinin imzası və cebri möhrü ilə təsdiq olunacaqdır. Blankda yox, blanksız çıxdı. Növbəti suala keçək. Yenə də bax, həmin o kargüzarlıqla bağlı olan bir məsələdir. Qısaca olaraq biz buna kargüzarlıq deyək. Bununla bağlı olaraq hansı yanlışdır? Burada ehtiyatlı olmaq lazımdır. A variantı. Tarixin elementi ayrı-ayrı yox, eyni sətir. Məsələn, biz necə tarixə ayrı-ayrı sətirdə ola bilər? O, eyni sətirdə yazılmalıdır. Biraz diqqət tələb edən sualdır. Növbəti sualımıza keçək. Yenə də təlimat kargüzarlıqla bağlı aşağı sağ küçündə nə vurulur? Qeyd ştampı. Bu rahat bir məsələdir. Növbəti suala keçək ki, dövlət gəlirinin istifadə qaydaları haqqında qanuna əsasən dövlət gəlirinin qabarıq təsviri hara vurulmur? Azərbaycan Respublikasının baş nazirinin xidməti otağına vurulmur. Qanun hər birinə vurulur. Prezident xidməti otağına, Milli Məclis Sədrinin xidməti otağına, Ali Məclis Sədrinin xidməti otağına, amma baş nazirin xidməti otağı məsələsi yoxdur. Bundan ehtiyatlı olmaq lazımdır. Digər suala keçəyim. Məlumat azadlığı haqqında qanuna əsasən doğrudur. Burada D variantı var, amma bir-bir baxa-baxa gedək. Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxsin hüquq və mənafını pozması səbəb olar. Xeyr, ola bilməz. Odur ki, yanlışdır. B. Məlumat azadlığının istifadə edilməsi qaydası Azərbaycan Konstitusiyası və ona müvafiq edilmiş qanunlar prezident fərmanları. Xeyr, prezident fərmanları yoxdur. B ona görə yanlışdır. C. Məlumat məhdudlaşdırılması yalnız prezident fərmanları, yeni də prezident fərmanı söhbət orada yoxdur. Ona görə D-li və D-yə oxuyaq. Məlumat D-də təqdimat forması asılı olmayaraq təbiətdə, cəmiyyətdə, dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur. Növbəti axırıncı qanunla bağlı B kateqoriyasını qurtarırıq. Dövlət bayrağının istifadə qaydaları haqqında qanun əsasən dövlət bayrağının daimi yerləşdirmə olduğu yerlərə aid deyil. Bu çaşdırıcı sualdır. Əzbər bilmək lazımdır. Burada düzünca Naxçıvan Ali Məclisin iclas salonunda yerləşdirilmir. Naxçıvan Ali Məclis sədrinin iş otağında var, amma Ali Məclis iclas salonunda yoxdur. Və biz bunu bitirdik və növbəti və bunu bitirək və düzgün cavablara birlikdə baxaq. Və gördüyünüz kimi hamısı düzgündür və indi keçəyin BA üzrə və ilk bir daha sizə xatırlatma vermək istəyirəm ki, bu BA üzrə tətbiq olunan testlərdə bir daha sizə bildirəm ki, yəni bütün qapalı suallar hamısı eyni olduğuna görə BB üzrə, ona görə açıq suallardan başlayacağım və baxmaq istəsəniz BB üzrə baxsanız kifayət edəcək və keçirik 48-ci sualda. Elektron imza və elektron sənəd haqqında qanuna əsasən doğrudur. Burada 1, 3 və 5 variant doğrudur və bir-bir doğrular səhvləri izah edək. Dövlət hakimiyyəti orqanları və yerli özünü idarə orqanları sahə üzrə
akkredit edilmiş mərkəzin xidmətindən istifadə etməlidir. Düzgün cavabdır. İmza sahibi yalnız bir imzaya malik ola bilər. Xeyr, bir neçə imzaya malik ola bilər. Səhv cavabdır. 3. Dövlət hakimiyyəti orqanları və yerli özlərmə orqanları elektron imzadan istifadə edici qaydası müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Düzgün cavabdır. 4. Dövlət hakimiyyəti orqanları və yerli özündarma orqanları informasiya sistemində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmamış yox, sertifikatlı imzadan istifadə edirlər. Ona görə yanlışdır. 5. İmza sahibi sertifikatı olmayan elektron imza istifadə edək qarşı tərəfi xəbərdarlıq etməlidir. Düzgün cavabdır. Növbəti testə keçən zəhmət olmasa 49-cu testdə bizdə nə yazılır? Normativ hüquqlar haqqında Konstitusiya qanununa əsasən düzgün mediaları istəyir və burada düzgün cavab 2, 4, 6-dır və bir-bir gəlin baxalım. Normativ hüquqların növləri Konstitusiya və Azərbaycan qanunları deməkdir. Xeyr, qanun söhbəti yoxdur. Ona görə yanlışdır. 2, düzgün cavab referendum aktı, qanun, fərman və digər normativ hüquqi aktlar Konstitusiya ziddiyyət təşkil edir, Konstitusiya tətbiq edir. Düzgün cavabdır. 3 niyə yanlışdır? Mülki məcəllələr mülkü, inzibati hüquq normalarını əks etdirən digər məcəllələr və qanun ziddiyyət təşkil etdikdə mülki məcəllə tətbiq edir. Orada inzibati sözü yoxdur, ona görə yanlışdır. 4. Reglamentlərin və qaydaların hüquq qüvvəsi onu təsdiq edən normativ aktların hüquq qüvvəsi müəyyəndir. Düzgün cavabdır. 5. Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ aktlarının hüquq qüvvəsi yalnız orada yoxdur, ona görə səhvdir. 6. Nizamnamələrin, əsasnamələrin və təlimatların hüquq qüvvəsi onları təsdiq edən normativ aktların hüquq qüvvəsidir. Düzgün cavabdır. Keçən 50-ci suala yenə normativ hüquq aktlarına bağlı olaraq Konstitusiya qanununa əsasən normativ hüquq aktının zamana, məkana və şəxslərə görə yanlış olanları seçirik biz burada və yanlışlar hansılardır? 2, 3 və 4. Yadda saxlayaq ki, əgər əvvəlləri başqa cür tətbiq olunurdu, indi 4 dənə olarsa, yəni orada 3 də düz ola bilər, 2 də düz ola bilər, biri də düz ola bilər. Ona görə yəni diqqətli olmaq lazımdır. Deməli, gəlin görək burada bir düzgün normativ hüquqi aktın onun qüvvədə olma müddəti və ya normativ hüquqi aktın ləğv edilməsinə səbəb olan hadisənin göstərilməsi yol verilir. Düzdür. Normativ hüquqi aktın və onun qüvvədə olma müddəti ilə bağlı müddətsiz status verilə bilməz. Xeyr, status verə bilər. Sonra 3. Hər hansı fiziki və hüquqi şəxslərin hüquq vəzifəsini yaxşılaşdıran normativ aktların qüvvəsi, normativ hüquqi aktda və onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərib göstərməməsinin astronom onun qüvvəyə minməsindən qüvvə gəlməsinə şamil edilmi? Yox, şamil edilir. Ona görə yanlışdır. 4. Törədilməsi anında məsuliyyətə səbəb olmayan əməllərə görə hüquqi şəxslərin məsuliyyətinin yaranması nəzərdə tutulan normativ aktların qüvvə geri şamil edilə bilər, xeyr edilə bilməz. 2, 3, 4 yanlışdır. Növbətə gəlir. İnzibati icraatla bağlı sualımız yanlış olanları istəyirik və bizdən burada 2 və 3 yanlışdır. Gəlin bir-bir oxuyaq. Hüquq normalarının normasının tətbiqi inzibati orqan diskursun səlahiyyətlərinə aid olduğu hallarda maraqlı şəxs diskursun səlahiyyəti düzgün həyata keçirilməsini tələb etməkdə haqqlıdır. Düzdür. 2 niyə yanlışdır? Təqdim olunan sənədlərin və dəlillərin mötəbərliyinə əsas şübhələr olduqda inzibati orqan müstəqil şəkildə və maraqlı şəxs hesabına, xeyr, maraqlı şəxs hesabına yox, öz hesabına onların mötəbərini müəyyən edilməsi tədbirlər görməlidir. 3 niyə yanlışdır? İnzibati orqanlar tərəfindən verilmiş araçlar və icazələr onların məqsədi uzlaşmaya yox, uzlaşan hissəvi araçları və icazəni etibar edirdim. Ona görə yanlışdır. 4-ə baxaq. İnzibati orqanlar fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərin yazı və hesab zamanı yol verilmiş aşkar və düzəlməsi mümkün olmayan səhvlərə həmin sənəd qəbul imkan edə bilməz. Ona görə yanlışdır. Keçirik 52-ci suala. Burada da bizdən doğru cavablar istəyir. 2 və 3. Doğru. Bir niyə 2 və 4 bir niyə yanlışdır? İnzibati orqan diskusyon sahətləri inzibati müəyyən edilmiş hüdudlar daxilində inzibati orqan yox tərəfindən yox, qanunla müəyyən hüdudlar daxilində yerinə borcludur. Ona görə yanlışdır. 2. Diskursiyon sahətlərin həyata keçirilməsi zamanı fiziki və hüquqi şəxslərin hüquq və azadlığın əsas məhdudlaşmasına yönəlmiş qərarlar qəbul edilməz. Düzdür. 3. Diskursiyon sahətlər əsasən qəbul edən qərarlar həmin sahətin məqsədinə uyğun olur. Düzdür. 4. Yanlışdır. Diskursiyon sahətlərin icrası və eyni cür qərarların qəbul edilməsinə üstünlük verilməlidir. Xeyr, elə bir şey yoxdur. Növbəti testə keçək. 53-cü testimizə insan üçün müvəkkil, Ombudsman Konstitusiya qanununa əsasən şikayətin baxılmasına imtina edilməsi bağlı düzgün cavab 1, 2 və 4-dür. 1, 2 və 4-dür.
Deməli, niyə görə imtina edəcəkdir? Hüquqların pozulduğu günün bir il müddətində ərizəsi tərəfindən ötmüş şikayətlər verildikdə. Yəni bu imtina edən bir ildən bir il müddətində müddəti ötübdür. Əgər bir il ərzində verməli, bir ildən artıq keçərsə verilməyəcəkdir. Şikayət müvəkkil saytlarına alınma düzdür. Şikayət bu məhkəmə icra gedib baxmayacaq. Amma anonim şikayətdə göstərən halda kifayət qədər sübut olarsa bu zaman baxacaqdır. Təhkil edilmiş müraciətdə şikayət yeni məlumatlar olsa baxacaq. Növbəti məsələ keçək 54-cü sual kargüzarla bağlı olan bir məsələdir və burada düzgün nə tələbə doğrudur 1 və 4 cavabı oxuyaq. Kompüter üstə yazılan zaman Arial 12 şrifti A4 formatda 1 və ya 1 yarım sətir arası interal yazılmalıdır. 2 niyə səhvdir? Sənədlər çap edilərkən vərəqdə sağ tərəfdə 10 yox 8 mm sahib olmalıdır. 3 niyə səhvdir? 2 və daha səhvəsi onun birinci səhvədən yox, ikinci səhvə başlanır nömrələnməlidir. 4-də düzdür, sənədlərin kompüter hazırlanması 6.8 çıx dövlətlərarası sınaq tələblərinə uyğun sözlə həyata keçirilir. O görə doğrudur. Deməli, kağızlarla bağlı digər məsələ keçək axırıncı sualımıza. Burada isə doğrudur 2, 3 və 6. Protokollar qısa şəkildə tərtibi düzdür. Protokolda tərtib çıxışların məzmunu vermir düzdür. Protokol müvafiq qaydada tərtib istiqamların mətnləri əlavə düzdür. Burada bir protokol qısa məzmunu verilir, səhvdir. Çıxışların tam məzmunu verilir, xeyir verilmir, çünki yazıbızda məzmunu verilmir. Müzakirə edici məsələyə aid qəbul qərar protokolu öz əksini tapmır, xeyir tapır. Budur ki, biz bunun hamısını elədik və yenidən bitir eləyib düzgün cavaba baxırıq. Və gördüyünüz kimi hamısı açıqları düzgündür. Və keçəyin ən axırıncı bizim AC üzrə və AC üzrə bəzi suallar demək olar ki, eyni bir məsələdir. Sırf biz hansı ki BB BA-da olmuyor. Hüquqi şəxslərlə bağlı burada mülki məcəllədə hüquq və təhvil haqqına uyğun olaraq əvvəlki hüquqi şəxslərə bu qoşulmalıdır. B variantıdır. Əməklə bağlı olaraq 30 dəqiqə günümü hansı düzgün verilməyib, bu əmək məcəllədə elmlər dərəcəsi olmayan elm işçi olmalıdır, olan yox. O da ki, bu düzdür və digər testlərimizə keçəyin. Deməli, elektron imzanla bağlı test var idi B kateqoriyasında. 49 testdən başlayır. Normativ hüquqi aktlarla bağlı olaraq Konstitusiya qanunu hüquqi vəsə bağlı düzgün müddəaları seçək. Burada düzgün cavab C variantı 2, 4, 6-dır. Bir səhv normativ hüquq növləri Konstitusiya və qanunla yox. Qanun sözü yoxdur, ona görə səhvdir. 2 düzdür. Referendum qəbul aktlar, qanun fərman və digər normativ hüquqi aktlarla Konstitusiya ziddiyyət Konstitusiya tətbiq olunur. Düzdür. 3. Mülki məcəllə mülki inzibati hüquq normalarısı. Burada inzibati sözü yoxdur. Ona görə yanlışdır. 4. Reglamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi qüvvəsi deməkdir. Düzdür. 5 səhvdir. Naxçıvan Muxtar Dövlət orqanlarının, normativ hüquq aktlarının hüquqi qüvvəsi yalnız səhvdir. 6 düzdür. Nizamnamələrin, əsasnamənin və təlimatların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquq qüvvəsi müəyyəndir. Düzdür. 2, 4, 6 və C variantı. 50-ci suala keçirik. Burada düzgün cavab yeni normativ hüquq aktlarına bağlı B variantıdır. 2, 3, 4-dür. Yanlış olanlar seçərik. Normativ hüquqi aktda qüvvədə olan müddətdə bağlı müddət status verilə bilməz, verilə bilər. Ona görə 2 səhvdir. Daha sonra keçirik ki, 3 hər hansı fiziki hüquqi şəxslərin hüquq vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın hüquqi qüvvəsi normativ hüquq aktı və onun qüvvələnməsinin haqqda birbaşa göstərgəsi asılı olmayaraq, onun şamil edilmir, yox, şamil edir. 4. Törədilməsi anında məsuliyyətə səbəb olmayan əməllərə görə hüquqi şəxslərin məsuliyyəti yaranması nəzarətdə normativ şamil edə bilər, xeyr, şamil edə bilməz. 2, 3, 4 səhvdir. Ona görə 51-ci sual keçək yenə inzibati icraatla bağlı sualdır və burada düzgün cavabı yanlış istəyir. Bizdə B variantı 2 və 3. Niyə yanlışdır? Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduqda inzibati orqan müstəqil və ya maraqlı şəxs hesabına yox, öz hesabına ona görə 2 səhvdir. 3-ə bax. İnzibati orqanlar tərəfindən verilmiş araçlar və icazə onların məqsədə uzlaşmayan yox, uzlaşan olmalıdır. Ona görə səhvdir. 2 və 3 məsələsi. 52-ci suala keçək. Burada düzgün cavab B variantıdır. 2 və 3-dür. Düzgün cavabdır. Yəni bizdən bax doğru cavab seçərik. Və bir niyə səhvdir? İnzibati orqan diskursun sahibləri inzibati orqan tərəfindən yox, qanunla müəyyən edilərək daxil edilməyə borcludur. 2 düzdür, oxuyalım. Diskursun sahiblərinin həyata keçirilməsi zamanı
fiziki və hüquqi şəxslərin hüquqlarının və azadlıqlarının əsaslı məhdudlaşması yönəlmiş qərarlar qəbul oluna bilməz. Düzdür. E, deməli, 3 diskursun 52-ci sualı bir dənə zəhmət olmasa mən vurum. Düzgün cavabı doğru 3'tü. Diskursiv sahətləri əslində qəbul edilmiş qərarlar həmin sahətlərin məqsədinə uyğun olmalı. Düzdür. 4 yanlışdır. Diskresiyon sahətlərin icrası ilə bağlı eyni cür qərarların qəbul üstünlük verilməlidir. Xeyr, elə bir şey yoxdur. E, deməli 53-cü suala keçirik. Burada düzgün cavab B variantıdır. Deməli, Ombudsman haqqında qanuna şikayətin baxılmasının imtina edilməsinə bağlı doğrudur. Niyə baxılmayacaq? 1, 2, 4. Hüquqlar bir il müddətində keçərsə baxmayacaq. 2, müvəkkil sahiblərinə aid olmalı baxmayacaq. 4, şikayətlə bağlı olaraq məhkəmə icazə gedib baxmayacaq. Amma 3-də baxacaq. Anonim şikayətdə görsə kifayət qədər sübutlu və sıfatlı olacaq baxacaq. 5, təhkim şikayətdə yeni məlumatlar olmalıdır. Növbəti suala keçəyin. Demək 54-cü sualda düzgün cavab A variantıdır. Demək, burada qısaca biz buna kargüzarlıq deyirik. Uzun adı yazılmasına baxmayaraq, yəni o belə düşəcək adı, amma çaşmayın. Kargüzarla bağlı doğrudur 1 və 4. 1. Kompüter üstə yazılan sənədlərin mətni Arial 12 şriftdir. A4 form 1 və ya 1 yarım integral, integral yazmalı. Düzdür. 4. Sənədlərin kompüter hazırlanan zaman 6.8 dövlət arasında uyğunun sürətləri keçir. Düzdür. Bəs 2 və 3 niyə səhvdir? Sənədlər çap olan vərəqdə 10 mm yox 8 mm olmalıdır. 3, 2 və daha artıq səviyyəsi olan sənədlər birinci səviyyədən başlayan nömrə xeyir, ikinci səviyyədən başlayan nömrələrdir. 55-ci suala keçirik. Burada isə 2, 3, 6-dır. Düzgün cavab C variantıdır. Kargüzar əsasən doğrudur. Protokollar qısa şəkildə tərtib edilir. Düzdür. Protokollar tərtibi çıxışların məzmun verilmir. Düzdür. Protokolun müvafiq qayda tərtib edilmiş istiqam mətni əlavə edir. Düzdür. Bir səhvdir. Çıxışların məzmunu verilmir. Yox, veriləcəkdir. Ona görə səhvdir. Sonra 4. Tam məzmunu verir. Xeyr, verilmir. Bu da üçün göstərir. Düzgün cavab budur. 5. Müzakirə məsələyə dair qəbul edən qərarlarda öz əksini tapır. Və biz bu 55 sualda qurtardıq və bunu eləyirik. Yenidən düzgün cavaba baxırıq və gördüyünüz kimi hamısı da edilən və bunlar digərlərsə və videonun əvvəlinə keçib B üzrə baxa bilərsiniz. Bir daha imtahanda iştirak edən hər bir şəxsə uğurlar arzulayıram. Bizim növbəti sınaqlarımızda yenidən görüşmək ümidi ilə vergi sınağında və ya da iyun imtahanlarına doğru oldu. Hər birinizə bir daha uğurlar arzulayıram. Təşəkkürlər.